Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinləyik əzizlərimiz. Tərəfdaş olaraq bizim ağız dadımızı dəyişməyə qoymur və biz bu daddan çox razıyıq. Doktorumuz da çay haqqında fikirləri var və maarifləndirici fikirləri var. Bugün Xəzərin sahilində bizim qonağımız kardioloq, tibb elmləri doktoru Üzeyir bəy Rəhimovdur. Və biz bugün ürəkdən danışırıq, amma ürəyin adını çevirib qəlbdən danışırıq deyə bilərik. Doktor, siz hələ çay haqqında fikirlərinizi söyləyin, mənim sizə deyəcəyim suallar çoxdur. Çay haqqında bunu demək istəyirəm ki, biz əslində çayı çox içirik və bizdə də adətən soruşulur, yaşıl çay, qara çay hansını içim? Əslində bir çox elmi araşdırmalar, tədqiqatlar var bu barədə. Hər iki çay faydalıdır, hər ikisindən də içilməlidir. Birinin içində bəzi maddələr, digərinin içində digər maddələr var. Çayın ən önəmli xüsusiyyətlərindən biri yaddaşımızı artırır. Beynimizdəki amiloid dediyimiz yaş artdıqca beynimizə toplanaraq kirəşlənən və bizim beynimizin işləməsini pozan maddələri ortadan qaldırır. Onun üçün çay içmək həm bizim su ehtiyacımızı qarşıladığı kimi yaddaşımızı da artırır. Məsələn, qəhvənin də belə xüsusiyyəti var, amma qəhvə az istifadə edilməlidir, bilirsiniz. Sutkada 3-dən çox içilən qəhvə zərərlidir və xüsusilə də axşam yuxusundan 8 saat əvvəl qəhvə içməmək lazımdır, yuxunu pozur. Amma çay üçün belə bir şey yoxdur. Çayı gec saatda da içmək olar. Ona görə də çay tükətməyimiz, bizim bu milli adət-ənənəmiz çox dəyərlidir. Həm də çox qəribədir ki, bir sıra seçimlər var ki, o seçimlərin həm də sağlamlıq nöqteyi nəzərindən xüsusi bir anlamı var. Biz iki sevənlərin bir-birinə qovuşmasında biz mütləq şirin çay içirik. Demirik ki, şirin su içək, demirik ki, şirin şirə içək, müxtəlif meyvələrdən gözəl şirələr içmək olar. Bəlkə bu əhval-ruhiyyəni daha yaxşı eləyər. Amma biz çaya önəm veririk və biz çayçıyıq, belə deyək ki. Bəli, bizdə bunun da yəqin ki, bax o ənənələrə köklənən bizim bilmədiyimiz altyapı bir səbəbi var. Varmı? Biz Azərbaycan türkləri olaraq, biz məsələn qəhvə mədəniyyətimiz yoxdur. Bizim həyatımız ümumiyyətlə türklərdə sadəcə Anadolu türklərində olub, o da sonradan gəlib. Amma digər bütün türklər, Orta Asiyadakı türklər və Sibiriya tərəfdə yaşayan türklər də daxil, bunlar hamısı çay içiblər. Yəni bu bizim mədəniyyətimizdir təbii ki. Ona görə də bir çox şeyi də buna bağlamışıq.